Bax, mənzərəni gözünüzün önünə gətirin. 2025-ci ilin sentyabr ayıdır, siz Lisabondasınız. O əfsanəvi Dalus stadionunda yəni. Hə, dəqiq. Avropanın ən köklü, ən nəhəng klublarından biri olan Benfica ilk 20 dəqiqəsində 2-0 öndədir. Rəqib isə, yəni necə deyərlər, sözün əsl mənasında fiziki olaraq öz şəhəri belə olmayan bir komandadır. Tribunadakı hər kəs yəqin ki, elə bilirdi, hər şey bitdi. Tamamilə. Düşünürdülər ki, bu sadəcə asan bir məşq oyunudur. Çünki o şəhərsiz komanda geri dönüş edib maçı 3-2 qazanmışdı. İnanılmazdı. İdman tarixində belə anlar doğrudan da çox nadir olur. Bugün biz sadəcə meydandakı o 90 dəqiqəni yox, həm də yəni itirilmiş və yenidən tapılmış bir şəhərin sıfırdan UEFA Çempionlar Liqasının zirvəsinə qədər uzanan bir yolun hekayəsini təhlil edəcəyik. Söhbət təbii ki, Qarabağ futbol klubundan gedir. Düzdür. Təbii ki, baxın, bu klubun tarixi müharibə və müəyyən siyasi reallıqlarla bağlıdır. Mənbələrimiz də bunu açıq göstərir. Amma dərhal qeyd edim ki, bizim bu dərin təhlildə məqsədimiz hər hansı bir siyasi tərəf tutmaq yaxud bu görüşləri təbliğ etmək deyil. Bəli, biz sadəcə olaraq təqdim olunan araşdırma hesabatlarındakı faktları və fikirləri, yəni tam qərəzsiz şəkildə sizə çatdırmağa çalışırıq. Əla. Baku Talks kanalına xoş gəlmisiniz. Və bu doğrudan da çox unikal bir kəşf yolculuğudur sizin üçün. Çünki mən xatırlamıram ki, dünyada ikinci belə bir klub olsun. Hansı mənada? Yəni, həm tamamilə evsiz qalsın, həm fəlakətin astanasından dönsün, həm də gəlib 2025-26-cı il mövsümündə Çempionlar Liqasının play-off mərhələsində Avropa nəhənglərinə belə meydan oxusun. Hə, doğrudan da. Paradoksaldır. Bizim bugünkü missiyamız da məhz buna cavab tapmaqdır. Yəni, bu necə baş verdi, arxasındakı o maliyyə riyaziyyatı nədir, taktiki olaraq bu komandanı necə qurdular və ən əsası o emosional amillər necə işlədi. Yaxşı. Gəlin bunu bir qədər açaq. Yəni, o Lisabondakı qələbəni anlamaq üçün əvvəlcə zamanı geri çəkməliyik. Çünki bu komanda göydən düşməyib, düzdür? Bəli, hər şeyin bir başlanğıcı var. 1951-ci ildəyik, Ağdamdayıq. Hər şey o vaxt məhsul adı altında başlayır. Mən materialları oxuyanda bu ad mənə çox maraqlı gəldi. Niyə məhsul? Hə, çünki Ağdam o dövrdə Azərbaycanın ən firavan, belə deyək, ən bərəkətli kənd təsərrüfatı bölgələrindən biri idi. Ucu-bucağı görünməyən o məşhur nar bağları, şərabçılıq sənayesi filan. Dəqiq. Komandada elə təmsil etdiyi o torpağın, o yerli cəmiyyətin ruhunu əks etdirirdi adı ilə. Anda hansısa qlobal bir layihə filan deyildi. Sırf yerli xalqın, Ağdamlıların öz cəmiyyətlərinin bir ifadəsi idi, necə deyərlər. Sonra onlar 1987-ci ildə adlarını dəyişib, indiki o tanıdığımız Qarabağ adını alırlar. Və sanki bu yeni ad onlara dərhal düşür, hə? Hə, dərhal. Çünki bir il sonra, 88-ci ildə Azərbaycan SSR çempionatının qalibi olurlar. Yəni, ortada artıq Rüşeym olanda olan bir qələbə ənənəsi, bir potensial var idi. Bəli. Təsəvvür edin, komanda ölkə çempionluğunu qazanır, ardınca da ölkə kubokunu götürür. Yəni, daxili dubledir. Futbolda daxili liqada bundan böyük zirvə yoxdur onsuz da. Düzdür. Amma oyunçular kubok kutubuğu qaldırarkən onların qayıtmağa bir evləri yox idi. Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal altına düşür. Və doğma imarət stadionu darmadağın edilir o vaxt. Bütün şəhər əhalisi məcburi köçkünə çevrilir. Bir tərəfdə parlayan bir kubok, digər tərəfdə isə xarabazara çevrilmiş bir şəhər. Hətta komandanın keçmiş oyuncusu və məşqçisi Allahverdi Bağırov haqqında mənbədə çox təsirli bir detal var idi. Aha, o birbaşa döyüşlərdə iştirak edir. Hə, döyüşlərdə həlak olur və milli qəhrəman adına layiq görülür. Yəni, idman və real müharibənin dəhşəti doğrudan da bir-birinə bu qədər yaxın ola bilməz. Və məhz elə bu hadisə komandanın, necə deyərlər, o genetik kodunu, DNT-sini həmişəlik dəyişir. Komanda Bakıya köçməyə məcbur olur. O vaxtlar xalq arasında onlara qaçqın klub deməyə başlayırlar. Çünki artıq sadəcə bir komanda deyildilər. Tamamilə. Onlar evlərini itirmiş yüz minlərlə insanın emosional bir daşıyıcısına, bir simvoluna çevrilmişdilər. Yəni, təsəvvür edin, siz o ağacı o münbit torpaqdan, nar bağlarından, kökündən qoparırsınız və aparıb betonun tən ortasına atırsınız. Heç bir şərait yox, su yox, torpaq yox. Çox yaxşı bənzətmədir. Və o ağacı o betonun üstündə nəinki sağ qalır, hətta illər sonra ən gözəl çiçəklərini açır. Yaxşı, bunu biraz da açaq.
Bütün şəhərini, stadionunu, hətta o vaxtki maliyyəsini itirmiş bir klub o cür xaosun içində necə oldu ki, dağılıb yox olmadı? Hə, bax, məsələ burdadır. Çünki möcüzələr əsasən kinolarda olur. Sənin dediyin o ağacın betonun üstündə sağ qalması üçün ona kənardan kimsə mütləq su verməli idi, real bir dəstək lazım idi. Yəni öz-özünə sağ qala bilməzdi. Əsla. 90-cı illərin sonu komanda üçün əsl kabus idi. Ciddi maliyyə böhranı, yəni klub az qala tarixin arxivinə gedirdi. Düzdür, 1999-cu ildə o Makkabi Hayfaya qarşı bir səfər qələbəsi var idi. Müşfiq Hüseymovun o qolları ilə, hə? Bəli, o unudulmaz qollar. Amma bu sadəcə bir qığılcım idi. Əsas qurtuluş kluba verilən o həyati su 2001-ci ildə gəldi. Azərsun Holding kluba rəsmi sponsor olmağa başladı. Bax, burada çox önəmli bir detala toxunmalıyıq biz. Araşdırdığımız mənbələrdə bu sponsorluğun pərdə arxası ilə bağlı maraqlı iddialar var. Aha, struktur və dövlət əlaqələri məsələsi. Dəli. Orada qeyd olunur ki, Qəzəl qardaşlarına məxsus olan bu şirkətin dövlətlə milyardlarla dollarlıq 20 qiyaslı layihələri əlaqələri var. Və hətta mənbə iddia edir ki, bu sponsorluğun özü elə keçmiş prezident Heydər Əliyevin birbaşa göstərişi ilə baş tutmuş ola bilərdi. Yəni bir növ xilas etmə əməliyyatı kimi. Dəqiq. İndi təbii ki, biz burada tərəf tutmuruq. Bunu sadəcə hesabatın irəli sürdüyü bir struktur üstünlüyü kimi sizə təqdim edirik. Amma ortada bir reallıq var ki, bu nəhəng dəstək klubu real ölümdən xilas etdi. Razıyam. Səbəbi nə olursa olsun. Yəni, nəticə etibarilə bu sponsorluq futbolda ən vacib olan o şeyi, sabitliyi gətirdi. Amma təkcə pulla da hər şeyi almaq olmur axı. Tarix milyonlar xərcləyib heç nə qazana bilməyən klublarla doludur. Elədir. Chelsea, PSG kimi klubları görürük bəzən. Tamamilə. Qarbağın hekayəsini fərqli edən o pulu meydanda qələbəyə çevirən taktikalar və sistemdir. Və o sistemin yeni memarı 2008-ci ildə səhnəyə çıxdı. Qurban Qurbanov. Bəli, Qurban Qurbanov. Bir digər, yəni sən demək istəyirsən ki, bir məşqçi gəldi və sehirli çubuqla hər şeyi həll etdi. Yəni, bu biraz əfsanəvi səslənmirmi dinləyicilərimiz üçün? Yox, sehirli çubuqla yox. Burada valeh edici olan odur ki, intizamla və çox uzun müddətli bir vizyonla hər şey dəyişdi. Avropada əksər klublar, baxın, hər 2 ildən bir məşqçi dəyişir. Hətta bəzən 6 aydan bir. Düzdür. Və hər dəyişiklik o deməkdir ki, köhnə taktika atılır, yeni oyunçular alınır, amma Qarabağ Qurbanovla düz 15 ildən artıq davam edən vahid bir fəlsəfə qurdu. Bu müasir futbolda nadir bir şeydir. Yaxşı, gəlin onda o fəlsəfənin daxilinə inək. Mənbələrdə məni ən çox təəccübləndirən detal komandaya verilən o Qafqazın Barselonası ləqəbi idi. Aha, tiki-taka dövrü. Bəli, Qurban Qurbanov 2012-ci ildə gedir birbaşa Pep Guardiola ilə görüşür. O qısa paslar, yüksək pressing, bir də bu məşhur saxta 9-luq sistemi, yəni false nine. Sən mənə izah edə bilərsənmi, bu taktika niyə belə inqilabi idi? Əlbəttə. Gəlin çox sadə dillə sizə izah edim. Normalda futbolda 9 nömrə irəlidə dayanır. Müdafiəçilərin arasında top gözləyir. Standart hücumçu kimi. Müdafiəçinin də işi onu tutmaqdır. Dəqiq. Amma saxta 9-luqda o hücumçu qəfildən geriyə, yarım müdafiəyə doğru qaçır. Müdafiəçi də qalır şokda ki, mən bunun arxasınca getsəm, arxamda böyük bir boşluq yaranacaq. Və o biri cinah oyuncuları oraya girəcək. Tamamilə. Yox, əgər yerimdə qalsam, bu adam topu arxayın qəbul edib oyun quracaq. Qurbanov məhz rəqibin beynində yaratdığı bu xaosdan istifadə edirdi. Və bunu etmək çətindir axı. Hə, yüksək zəka tələb edir meydanda. Bəli. O, əvvəlcə Maksim Medvedev, Raşad Sadıqov kimi yerli istedadları bu fəlsəfəyə uyğunlaşdırdı, sonra isə hədəfə uyğun əcnəbiləri gətirdi. Məsələn, Mərakeşli Abdullah Zubir kimi texnikalı oyunçuları. İlkdə 12 dəfə çempion olublar ölkədə. Və onun 11-i Qurbanovun dövründədir. Təsəvvür edirsiniz, 2024-25 mövsümündə 89 xal və sadəcə 3 məğlubiyyət. Amma burada bir sual yaranır məndə. Siyahıdakı digər komandaların belə milyardlıq sponsorları yoxdur axı. Belə bir mütləq dominantlıq bölgə çempionatı üçün adil rəqabəti öldürmürmü? Yəni adamlar hər il sadəcə əzib keçirirlər hamını. Sənin bu iradın məntiqlidir və mənmədə də bu rəqabət disbalansı açıq şəkildə qəbul edilir. Orada göstərilir ki, həqiqətən maliyyə fərqi çox böyükdür. Yəni Şotlandiyadakı Celtic kimi bir şeydir bu. Elədim, amma orada başqa bir önəmli nöqtə də var.
Vurğulanır ki, məhz bu daxili dominantlıq komandaya imkan verdi ki, o qapıları Avropada ardıcıl aça bilsin. Əgər onlar hər həftə daxili liqada o ölüm-dirim mübarizəsində enerjilərini itirsəydilər, Avropada bu cür irəliləyə bilməzdilər. Ha, yəni yerli liqadan bir növ məşq meydançası, tramplin kimi istifadə etdilər. Dəqiq və o tramplindən atılış çox uzağa getdi. 2014-cü ildən Avropa Liqasının qruplarında daimi iştirak, sonra isə o tarixi 2017-18 mövsümü. O artıq başqa bir hekayədir doğrudan da. Kopenhageni keçib UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu. Və qrupdakı rəqiblərə baxırsan, Chelsea, Roma, Atletico Madrid. Tam bir ölüm qrupu. Bəli, və sən gedib Atletika kimi nəhənglə 2 dənə heç-heçə edirsən, Avropa mediasında şok effekti yaratmışdı bu. Roma ilə oyuna isə 67 min azarkeş gəlmişdi Bakıda. Bu təkcə futbol sevgisi deyildi məncə. Əsla. Çünki Qarabağ adı o Avropa tablolarında görünəndə bu sadəcə idman hadisəsi deyildi. Bu həm də çox güclü bir xarici siyasət, bir soft power, yəni yumşaq güc vasitəsinə çevrildi. Millətin brendingi idi bu. Bəli, amma yəni obyektivliyi qorumaq naminə qeyd edək ki, bəzi kənar beynəlxalq mənbələr bunu bir qədər tənqid də edirdi. Deyirdilər ki, bu komanda vasitəsilə irəli sürülən o narrativ münaqişəni ancaq bir tərəfdən işıqlandırır. Hə, yəni erməni icmasının baxış-bucağı və ya digər o siyasi qarşılıqlar kölgədə qalır deyirdilər. Bəli, biz hər kəsin fikrini burada qeyd etməliyik təbii ki. Amma reallıq odur ki, qlobal medianın reaksiyası kütləvi idi. Sonra isə 2020-ci il 2-ci Qarabağ müharibəsi, Ağdamın azad edilməsi gəlir. Odur ki, bu emosional pik onların idman motivasiyasını söndürmədi. Yəni biz 2025-26-cı il mövsümünə baxırıq. O Avropa zirvəsinə. Bəli, bu artıq təsadüf deyildi. Elə proqramın başında dediyimiz o Lisabondakı maç. İlk 20 dəqiqədə 2-0 geridə olandan sonra Benfica'ya qarşı 3-2 qələbə qazanmaq. Sonra evdə Kopenhagenə 2-0 qalibiyyət gəldi. Və nəhayətində o liqa mərhələsini 10 xalla bitirib, ilk dəfə Çempionlar Liqasının play-off, yəni knockout mərhələsinə çıxdılar. Düzdür, Braqaya penaltilərdə uduzdular, amma bu möhtəşəm bir irəliləyişdir. Bəs bunun maliyyə və miras tərəfi necə oldu? Bax, o hissə ən maraqlısıdır. Qazanılan düz 30 milyon avro var idi ortada, amma bundan əlavə bir də UEFA-nın həmrəylik ödənişləri mexanizmi var. O nə deməkdir? Yəni sən bayaq soruşdun ha, bu komandanın dominantlığı yerli liqanı öldürmürmü? Sən demə, vəziyyət fərqlidir. Qarabağın qazandığı o uğurlara görə Azərbaycan Premyer Liqasındakı digər 11 klubun hər birinə 800 min avro gəlir gəldi UEFA-dan. Bir saniyə, doğrudan. Yəni sən deyirsən ki, klub tək başına faktiki olaraq bütün yerli futbolun inkişafını, rəqiblərini maliyyələşdirir. Tam olaraq belədir. Sən daxildə dominantlıq qurursan, amma Avropadakı uğurların o rəqiblərin ayaqda qalması üçün bir nəfəs borusuna çevrilir. Yəni bu çox nadir görünən bir futbol ekosistemidir. Doğrudan da heyrətamizdir. Yəni biz baxırıq ki, Qarabağ sadəcə bir futbol komandası deyil. O həm də taktiki intizamın, maliyyə gücünün, dövlət maraqlarının və ən əsası da o yurdundan didərgin düşmüş insanların emosional bağının yaratdığı fərqli bir fenomendir. Bəli, şəhərsiz komandadan gəlib Çempionlar Liqasında tarix yazan bir nəhəngə çevrilmək hər kəsə nəsib olmur. Amma mənbələrdə qeyd olunan bir məqam məni çox düşündürür. Və istəyirəm sizi də, yəni bizi dinləyən hər kəsi bu sualla baş-başa buraxım. Hansı məqamda o? İndi artıq bölgə tam nəzarətdədir, komanda o qaçqın kimliyindən bərpa kimliyinə keçid edir. İmarət stadionunun yenidən inşası planları gedir. Bəs siz necə düşünürsünüz? Aha, maraqlı yerə gəlirik. Komanda nəhayət o yenidən tikilmiş İmarət stadionuna, öz doğma evinə qayıtdıqda, yəni illərdir onları ayaqda saxlayan o sürgünlük acısı və emosional qəzəb arxada qaldıqda nə olacaq? Hə, motivasiya məsələsi. Bəli, Avropa nəhənglərinə qarşı mübarizə aparmaq üçün eyni aqressiv idman motivasiyasını qoruya biləcəklərmi? Bu böyük həsrət bitdikdən sonra onları hərəkətə gətirən o yeni güc nə olacaq? Çox açıq və düşündürücü bir sualdır. Görəsən o acılıq hissi qalacaqmı? Bax, elə bu barədə düşünməyə dəyər. Növbəti dəfədə belə dərin və maraqlı mövzularda, yeni araşdırmalarda görüşmək ümidi ilə bizə qoşulduğunuz üçün təşəkkür edirik. Özünüzə yaxşı baxın.